Kur'an-ı Kerim hakkında ne dediler? Kur'an-ı Kerim hakkında dünyanın en meşhur ediplerinden olan Gotze 1749-1832 Batı Doğu Divanı adlı eserinde şu sözü söylemiştir: Kur'an'ın içinde pek çok tekrarlar vardır. Onu okuduğunuz zaman bu tekrarlar bizi usandıracak sanılıyor. Fakat biraz sonra bu kitap bizi kendisine çekiyor. Bizi hayranlığa ve sonunda büyük saygıya götürüyor. Profesör Edward Monte, Allah'ın birliğini en temiz, en yüksek, en kutsal ve inandırıcı ve başka hiçbir din kitabının üstün gelemeyeceği bir dil ile anlatan kitap Kur'an'dır demektedir. Kur'an-ı Kerim'i Fransızca'ya çeviren Maurice, Kur'an insanlığa hediye edilen din kitaplarının en güzelidir der. Gaston Carr, İslam dininin kaynağı olan Kur'an'da cihan medeniyetinin dayandığı bütün temeller bulunmaktadır. O kadar ki bugün bizim uygarlığımızın Kur'an'ın bildirdiği temel kurallardan kurulduğunu kabul etmemiz gerektir demektedir. Bir İngiliz rahibi olan Beowulf Smith, Muhammed ve Muhammed'e bağlı olanlar adlı eserinde Kur'an üslup, temizliği, ilim, felsefe ve hakikat mucizesidir diye yazmaktadır. Kur'an'ı İngilizceye tercüme eden Alberi ise ne zaman ezan dinlesem o bana bir mistik müzik gibi tesir eder. Akan namelerin altında sanki davula vuruluyormuş gibi bir ses duyarım. Bu vuruş sanki kalbimin vuruşu gibidir demektedir. Marmaduke Pişel ise Kur'an-ı Kerim için en taklit olunmaz bir eser, en sağlam bir ifade, insanları ağlamaya ve coşmaya sevk eden bir kudret ifadesini kullanmıştır. Profesör Charlie Konferans adlı eserinde Kur'an okudukça onun alelade gelişi güzel bir edebi eser olmadığını hemen hissedersiniz. Kur'an kalpten gelen ve bütün diğer kalplere hemen nüfuz eden bir eserdir. Diğer bütün eserler bu muazzam eser yanında çok sönük kalır. Kur'an'ın göze çarpan ilk karakteri, onun doğru ve mükemmel bir yol gösterici, dürüst bir rehber olmasıdır. İşte bence Kur'an'ın en büyük meziyeti budur. Bu meziyet diğer birçok meziyetlere de yol açmaktadır demektedir. Fransız kaptan Cousteau ise şöyle demektedir: modern ilmin 14 asır geriden takip ettiği Kur'an, ben şehadet ederim ki Allah kelamıdır. Müddessir Suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Ey örtüğüne bürünen! Kalk ayağa, haberdarlık ele, uca tut Rabbinin adını, temiz sakla paltarını, çirkinden uzak ol. Elediğin yaxşılığı çok görüp minnət koyma heç kimə. Rabbinin yolunda səbirli ol. Sur çalınan zaman gelen gün çetin bir gün olacak. Kafirler için asan bir gün olmayacak.
Yalnız yaratdığım o kimsəni burax mənim öhdəmə. Bol-bol sərvət verdim ona, sağlam, güclü oğullar verdim ona. Hər şeydən bol verdim ona, yenə də tamahı var. Verdiyim nemətləri onun üçün artırın. Xeyr, artıran deyiləm, ailələrimizə qarşı natərəslik eləyən biridir. Cəhənnəmin dikinə dırmaşdıracam onu. Düşündü, daşındı, ölçdü, biçdi. Ölüm olsun ona, nə pis ölçüb biçdi o. Bir də ölüm olsun ona, nə pis ölçdü biçdi o. Sonra baxdı, turşutdu üz gözünü, tökdü qaşqabağını, arxa çevirdi dinə, təkəbbürlə yaxasını çəkdi kənara. Dedi, cadubazlardan gələn bir cadudur bu Quran. Yalnız bəşər kəlamıdır bu Quran. Cəhənnəmə salacağam onu. Nə biləsən cəhənnəm nədir? Bir şeyi sağ buraxmaz. Dərilləri yandırar. Cəhənnəmin 19 məmuru var. Cəhənnəm məmurlarını mələklərdən elədik. Saylarını bildirdik ki, kafirləri bununla sınağa çəkək. Kitab verilən kimsələr inansınlar buna. İmana gələnlərin artsın imanı. Kitab verilən və mömin kimsələr şübhəyə düşməsinlər. Ürəyi azarlılar və kafirlər qoy desinlər. Bunu söyləməkdə nədir qəsdi Allahın? İstədiyi kimsəni azdırar, istədiyi kimsəni də doğru yola yönəldər beləcə Allah. Əslində Rəbbinin ordusunun, mələklərin sayını təkcə onun özü bilər. O, cəhənnəm misalı da bəşərə pis aqibəti xatırlatmaq üçündür. Xeyr, təkcə bunun üçün deyil, and olsun aya, and olsun qayıdıb gələn gecəyə, işıqlanan səhərə, bəlaların böyüdür cəhənnəm, bəşərə xəbərdarlıqdır o. İrəliləmək, geriləmək istəyənlərinizə öncədən verilir onun xəbəri. Hər kəsin taleyi, öz taleyi qazandığı suçlarına bağlıdır. Əməl dəftəri sağ əldən verilən kimsələrin taleyi isə başqadır. Onlar cənnətdədirlər. Soruşarlar suçlulardan, sizi bu cəhənnəmə nə gətirib çıxarmış? Suçlular da deyərlər, namaz qılan kimsələrdən deyildik, yoxsulları yedirməzdik. Batil pərəst kimsələrlə bərabər biz də burnuxardıq batil işin içində. Danardıq qiyamət gününü və axır haqladı ölüm bizi və artıq onlardan ötürü iltimas edənlərin iltimasının olmaz heç bir faydası. Elə isə bunlara nə olub ki, verilən öyüdlərdən üz döndərirlər. Sanki vəhşi eşəklərdir. Ürküşüb qaçırlar şir qabağından. Hərəsi özünə ayrıca bir kitab istər verilə. Onlar axirətdən qorxan deyillər. Şübhəsiz bir öyüddür bu Qur'an. İstəyən oxuyub ondan öyüd ala bilər və Allahın istəyi də olmadan heç kəs öyüd ala bilməz. Hamı ondan çəkinməli, ondan çəkinənlərin suçlarından keçər o.